Laçın şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, eləcə də Ağdamın Xıdırlı kəndinə qayıdış davam edir. Bu mərhələdə Laçın şəhərinə 17, Xocavəndin Hadrut qəsəbəsinə 6, Qırmızı Bazar qəsəbəsinə 18, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə yola salınıb. Onlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qarabağ həqiqətən çox gözəl yerdir, ömür uzadan yerdir. Yaşama səbəbimiz də ora. Bu şəraiti də yaratdığı üçün biz prezidentimizə təşəkkür edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. O şəhidlərimizin biz hesabına orada yaşayırıq. Neçə illərdir uzaqdan baxırdıq. İndi gəzdikcə adama yuxu kimi gəlir. Yəni doğrudanmı biz oradayıq? Çox şükür Allahın bugünkü gününə. Bu gecə yatmamışam sabaha qədər ki, sabah tezdən Qarabağa gedirik. Adam o qədər sevinir ki, onları mən ifadə eləyə bilmirəm o hissləri. Həyəcanlarla sevinirik. Neçə ildən sonra gedirik. 30 neçə ildir çıxmışıq oradan. İndi gedirik də şükür. Mən şəxsən Laçına qayıdıram, Laçına köçürəm. Şükür buna. Mən şükür edirəm ki, bugünkü gündə Laçına köçürəm. Allah prezidentimiz də canı sağ eləsin, o şəhidlərin də anasına, anastasına, valideynlərinə səbir versin.